Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi ilə biz yenidən efirdəyik. Mən Rəsul Və mən Şəbnəm. Könüllü olmaq istəyirsiniz və hara necə müraciət edəcəyinizi bilmirsinizsə, Rəsul buyur, söz səndədir. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız əziz gənclər. Hər verilişdə könüllülüklə bağlı müxtəlif məsələlərə toxunuruq, müzakirələr aparırıq. Bu dəfə daha aktual və həssas mövzulu efirdəyik. Ekoloji problem. Hər bir vətəndaş təbiətimizi qorumağa borcludur. Bu işdə könüllülərimiz də çox aktivdir. Mövzuya və qonağa keçmədən əvvəl istərdim könüllülərimizin ekologiyamızın təmizliyi naminə gördüyü işlərlə bağlı video çarxı izləyək. Bu dünya Yasər babanın, gənc Leylanın, balaca Səidin, sənin, onun, bizim hamımızın evidir. Evimiz məhv olma təhlükəsi ilə qarşı-qarşıyadır. Üzücüdür ki, əngəl olmamaqla yanaşı bu təhlükəni biz yaradırıq. Environmental pollution contributed to the deaths of about 9 million people in 2015. That's nearly 15 times as many deaths from war. There are concerns that governments will reject more drastic measures to cut carbon emissions. Emissions of greenhouse gases need to peak within the next 3 years if we're to stave off the worst effects of climate change. And even then, we'd still need new technology to suck carbon dioxide out of the skies by the middle of the century. Varlığımızın davamlılığı üçün öncəliklə ona qayğı göstərmək və kömək etmək borcumuzdur. Asan könüllüləri olaraq bu amal uğrunda illər öncə Yaşıl Asan komandasını yaratmaqla hərəkətə keçdik. Yüzlərlə layihə həyata keçirib, tullantını incəsənətə çevirdik. Min tonlarla kağız tullantını təkrar emal üçün topladıq və hektarlarla meşəni xilas etdik. Yüzlərlə balaca ekoloqu yol yoldaşımız etdik. Gələcəyimizə gözəl mənzərələr miras qoymaq üçün yüzlərlə aksiyanın başlanğıcını qoyduq. Bəs siz evimizi qorumaq üçün nə edirsiniz? Bəli, 9 ildir ki, Asan könüllüləri Yaşıl Dünya naminə həmrəy edirlər. Elə fürsətdən istifadə edib, COP29 ərəfəsində hər bir vətəndaşımızı təbiətimizi qorumağa dəvət edirik. Çünki gücümüz birliyimizdir. Könüllü sənin bugünkü buraxılışının mövzusu da Asan könüllülərinin Yaşıl Dünya naminə gördüyü işlərdən olacaq. Qonağımız isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin könüllülərlə iş sektorunun əməkdaşı, Yaşıl Asan proqramının rəhbəri Rıza Mirzazadədir. Xoş gəlmisiniz. Necəsiniz? Xoş gördük. Təşəkkürlər, siz necəsiniz? Təşəkkür edirik, yaxşı olasınız. Rıza bəy, Asan könüllüləri bir sıra ekoloji layihələrdə, aksiyalarda iştirak edirlər. Onların bu layihəyə cəlb edilməsi necə olur? Ümumiyyətlə, Asan könüllüləri mütəmadi olaraq ekoloji aksiyalarda, ekoloji layihələrdə aktiv şəkildə iştirak edirlər. Bununla bağlı biz sosial şəbəkələrdə və öz daxili qruplarımızda könüllülərlə bu məlumatı bölüşürük. İştirak etmək istəyən Asan könüllüləri həmin layihələrə qoşulmaq istədiklərini bildirirlər və layihələr haqqında ətraflı məlumat onlara ötürülür. Daha sonra aktiv şəkildə layihələrimizdə iştirak edirlər. Artıq neçə müddətdir ki, Asan könüllüləri ekoloji layihələr təşkil edir və iştirak edir? Əslində, Asan könüllüləri ilk fəaliyyətə başladığı gündən etibarən ekoloji sahədə də aktiv layihələr həyata keçirir və iştirak edir. Sadəcə son 10 illə yaxındır ki, artıq Yaşıl Asan proqramı fəaliyyət göstərir. 1 may 2015-ci ildən fəaliyyətə başlayan Yaşıl Asan proqramı çərçivəsində artıq Asan könüllüləri daha aktiv şəkildə ekoloji sferada layihələr həyata keçirirlər. Rıza bəy, istəyərdim ki, Yaşıl Asanla bağlı görülən işlərin mahiyyətindən bizə danışasınız. Yaşıl Asan proqramı çərçivəsində artıq 10 ilə yaxındır ki, aktiv şəkildə layihələr icra olunur.
Yaşıl Asan proqramı nədir deyə sual yaranarsa, Yaşıl Asan proqramı Asan Könüllərinin ekoloji layihəsidir və əsas məqsədi kağız tullantılarının təkrar emala yönəldilməsidir. Bununla əlaqəli olaraq Yaşıl Asan proqramı çərçivəsində Asan xidmət mərkəzlərində kağız tullantılarının qəbulu həyata keçirilir ki, onlar da Yaşıl Dünya naminə həmrəylik çərçivəsində də həmçinin təkrar emala yönləndirilir və həmin təkrar emala yönləndirilən kağız tullantılarından təzədən Yaşıl Asan proqramı çərçivəsində yaşıl qutular hazırlanır ki, o qutularda kağız tullantılarının toplanması məqsədi ilə istifadə olunur. Həmçinin bu qutuları Asan xidmət mərkəzlərində və bir sıra qurum və təşkilatlarda da görə bilərsiniz. Vətəndaşlar Yaşıl Asan proqramı çərçivəsində müraciət edərək Asan xidmət mərkəzlərində həm ekoloji sahədə olan ümumi respublika üçün elan etdiyimiz layihələri də ideya müsabiqələrinə də qoşula bilərlər. Əlavə olaraq da kağız tullantılarını Asan xidmət mərkəzinə verərək ekoloji sahədə dəstək göstərə bilərlər. Bəs Yaşıl Asan proqramı çərçivəsində hansı layihələr həyata keçirilib? Yaşıl Asan proqramı çərçivəsində əslində 400-dən çox layihə həyata keçirilir. Bunlardan bir qismini misal çəkmək olar. Məsəl üçün Yaşıl Dağ ekoloji sosial aksiyasını, Yaşıl Dağ ekoloji sosial aksiyası çərçivəsində 150 tona yaxın kağız tullantısı təkrar emala göndərildi. Daha sonra Asan Könülləri tərəfindən ideya müsabiqələri ekoloji sahədə və əlavə olaraq Yaşıl Dünya naminə həmrəylik çərçivəsində bir sıra təmizlik aksiyaları, ağac əkmə aksiyaları həyata keçirilir və həmçinin bizim könüllərin də ən çox və vətəndaşlarımızın da ən çox marağını çəkən tullantılardan hazırlanan əl işlərindən ibarət sərgilər həyata keçirilir ki, bu mütəmadi olaraq Asan Könülləri tərəfindən həyata keçirilir. Ekologiyanı sevmək, onu qorumaq hər bir vətəndaşın borcudur. Amma bunu gərək kiçik yaşlardan aşılayasan, təbliğat aparasan. Bəs Asan Könülləri bunu nəzərə alaraq hər hansı işlər görür? Təbii ki, bu mövzuda da işlər görülür. Komandamızın da ən çox sevdiyi layihələrdən biri Balaca Ekoloqlar layihəsidir ki, Balaca Ekoloqlar layihəsi çərçivəsində biz mütəmadi olaraq məktəblərdə şagirdlərə mütləq şəkildə təlimlər həyata keçiririk, onların maarifləndirməsini həyata keçiririk və bu təlimlərdə ekoloji sahədə necə işlər görə bilərlər, evlərindən başlayaraq olduqları bütün mühitdə və böyüdükləri zaman çərçivəsində də ekologiyamıza necə dəstək ola biləcəkləri haqqında biz onlarla təlimlər təşkil edirik və hətta belə bir maraqlı bir situasiya yaşanmışdı. Biz bir təlimi keçdik təhsil müəssisəsində və uşaqlara bildirdik ki, mütləq şəkildə biz sizi yenidən görmək istəyərik və layihələrdə birlikdə iştirak eləyək. Üstündən bir həftə keçməmişdi, şagirdlərin müəllimi mənimlə əlaqə saxladı və bildirdilər ki, şagirdlər tullantılardan ibarət əl işləri hazırlayıblar və çox həvəslidirlər, sizi görmək istəyirlər. Təbii ki, biz də Asan Könülləri olaraq mütləq şəkildə böyük bir tədbir təşkil etdik və həmin tədbirdə də şagirdlərlə birlikdə iştirak etdik. Bu həm bizi sevindirdi, həm də Asan Könüllərinin bu layihəsi valideynləri də bu təkrar emala sövq etdi deyək. Çox maraqlı layihədir. Hər birimizin bildiyi kimi Xəzərin sahilində bir çox aksiyalar keçirilir. Bu aksiyalar haqqında danışardınız. Təbii ki, Asan Könülləri bayaq qeyd etdiyim kimi müxtəlif təmizlik aksiyalarında iştirak edirlər. Ekologiyamızı qorumaq məqsədi ilə. Bunlardan ən böyüyü də Xəzəri qoruyaq layihəsidir. Artıq bu ildə 15-ci Xəzəri qoruyaq layihəsini həyata keçirdik ki, bu da yubiley layihələrdən biri idi və Asan Könülləri Xəzəri qoruyaq layihəsinin təşkilatçısı qismində Yaşıl Asan proqramı ilə birlikdə iştirak edirdi və Asan Könülləri Xəzər sahili regionlarda bu Xəzəri qoruyaq layihəsini sentyabr ayı boyunca icra etdi. Ayın 21-i Bakı ərazisində son Xəzəri qoruyaq aksiyası həyata keçirildi və 700-ə yaxın Asan könüllüsü iştirak etmişdi bu layihədə. Ümumilikdə də 57 tondan çox tullantı Xəzər sahili ərazilərdən təmizləndi. Proqram çərçivəsində regionlarda hansı işlər görülür?
Qeyd etdiyim kimi, proqram çərçivəsində bütün Asan xidmət mərkəzlərində aktiv şəkildə yaşılasanla bağlı təkrar emal üçün kağız qəbulu həyata keçirilir. Asan xidmət mərkəzlərində əlavə olaraq həmin regionlarda maarifləndirmə layihələri, təmizlik aksiyaları, ağacəkmə aksiyaları da həyata keçirilir və həmçinin Asan xidmət mərkəzi olmayan, amma maraqlı belə deyək, olan regionlarda da biz mütəmadi olaraq Yaşıl Asan proqramı çərçivəsində layihələr icra edirik ki, bu da vətəndaşların marağını cəlb edir. Rıza bəy, ekologiyaya yönümlü təbliğat və təşviqatla əlaqəli hansısa təlimlər həyata keçirilirmi könüllülərə? Bəli, keçirilir. Mütəmadi olaraq biz Asan könüllərinə ilkin təlimdə və yaxud ekoloji sferada həyata keçirilən digər görüşlərdə Yaşıl Asanla bağlı və Yaşıl Dünya naminə həmrəylik ili, COP29 bu sferalarda gənclərimizə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçiririk. Əlavə olaraq da ki, Asan könüllərindən savayı digər gənclər də olur ki, bizim bir çox layihələrimizdə iştirak etmək istəyirlər və onlar da maarifləndirilir, onlarla da görüşlər həyata keçirilir və Yaşıl Asan proqramı, kağız tullantılarının təkrar emalı, Yaşıl Dünya naminə həmrəylik və COP29 haqqında da ətraflı məlumat hər kəsə verilir. Bəs Yaşıl Asan proqramı çərçivəsində hər hansı əməkdaşlıqlar həyata keçirilir? Bəli, həyata keçirilir. Yaşıl Asan proqramı çərçivəsində əslində bir çox qurum və şirkətlə biz əməkdaşlıq edirik və hətta bir çox qurum və təşkilatlarda da bizim yaşıl qutularımız da var ki, onlar da kağız tullantılarını toplayaraq Yaşıl Asana təkrar emal məqsədi ilə yönləndirirlər. Bu həm bizim də marağımızı cəlb eləyir, həm də qurum öz əməkdaşları arasında da qurumların maraqla qarşılanır və hətta tək kağız tullantılarının idarə olunmasından savayı bizim digər aksiyalarımız və layihələrimizdə, ideya müsabiqələrimizdə də iştirak edirlər. Bəs Yaşıl Asan proqramına qoşulmaq üçün izləyicilər, vətəndaşlar necə müraciət edə bilərlər? Yaşıl Asan proqramına qoşulmaq istəyən hər kəs Asan xidmət mərkəzlərinə yaxınlaşaraq öz kağız tullantılarını təhvil verə bilərlər. Gələ bilməyən vətəndaşlar 108 çağrı mərkəzinə əlaqə saxlayıb bunun məlumatını verə bilərlər. Qeyd edim ki, əgər kağız tullantıları 500 kiloqrama qədər olarsa, vətəndaşlar Asan xidmət mərkəzlərinə yaxınlaşaraq bunu təhvil verirlər. Əgər 500 kiloqramdan yuxarı olduğu təqdirdə 108 çağrı mərkəzinə əlaqə saxlayırlar və biz onların daşınmasına dəstək göstəririk. Təşəkkür edirik Rıza bəy, dəvətimizi qəbul edib gəldiniz. Sizə işlərinizdə uğurlar arzulayıram. Təşəkkürlər, uğurlar arzulayıram sizə. Bax belə hörmətli izləyicilər, qonağımız Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun əməkdaşı, Yaşıl Asan proqramının rəhbəri Rıza Mirzəzadə idi. Biz bugün könüllülərin iştirak etdiyi ekoloji aksiyalardan, layihələrdən danışdıq. Könüllü sən verilişi davam edir. İndi isə keçid alırıq Asan könüllülərin gördüyü işlər barədə məlumat verməyə. Asan könüllüləri bu ildə Xəzəri Qoruyaq aksiyasının rəsmi tərəfdaşıdır. Aksiya Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilib. Artıq ənənə halını alan Xəzəri Qoruyaq aksiyasında Yaşıl Asan proqramı və Asan könüllüləri fəal iştirak edib. 15 ildir ki, keçirilən kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisi təxminən 57 ton məişət tullantısından təmizlənib. Bilik karvanı. Ötən verilişlərimizdən birində bu layihə haqqında ətraflı məlumat vermişdik. Artıq Bilik karvanı layihəsi başa çatıb. Layihə Asan Könüllülər Təşkilatının Asan Məktub sosial proqramı çərçivəsində həyata keçirilib. Bilik gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinç bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədi ilə gerçəkləşdirilib. Qeyd edək ki, Bilik karvanı layihəsi çərçivəsində Balakən, Zakatala, Şəki, Lerik, Masallı, Göygöl, Mingəçevir, Füzuli, Tərtər, Ağdam, Astara, Quba, Qusar, Xaçmaz, Göyçay və Yevlax regionlarından olan 600-dən çox uşağa məktəbli çantası, dəftərxana ləvazimatları, kitab, dəftər və hədiyyələr təqdim edilib. Xatırladaq ki, Asan Məktub sosial proqramı çərçivəsində indiyədək 10 mindən çox uşağın arzusu gerçəkləşdirilib.
Yeri gəlmişkən istərdim Asan Məktub sosial proqramı haqqında məlumat verim. Əgər siz də balaca dostlarımızın üzünü güldürmək, arzularını reallaşdırmaq istəyirsinizsə, asanməktub.az saytına daxil olaraq əlçatan arzuları həyata keçirə bilərsiniz. 15-26 yaş aralığında gənclər asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir Könüllü sən verilişinin sonuna gəldik. Hər həftə Könüllü sən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik.